İlk öncə izləyicilərimizi salamlayırıq. Yunus İsmail, səni salamlayıram. Harada dünyaya göz açmısan, neçənci ildə və hal-hazırda neçə yaşın var, hansı klubda oynayırsan? Ben 2004 ildə anadan olmuşam, 11 yaşım var ve Fenerbahçe'de oynuyorum. Neçə nömrəli forma ilə çıxış edirsən? 9 nömrəli forma ilə çıxış etdiyini deyirsən. 9 nömrəli forma öz seçimindirmi, yoxsa klubun seçimindirmi? Klubun seçimi. Və 9 nömrəli forma adətən hücumçularda oluyor. Sənin oynadığın mövqe? Hücum. Solxaysan və sənin mən kifayət edəcəyimiz əvvəlini görmüşəm. Bir oyun epizodu vardı, yadıma gəlir. Ehtiyat oyunçu skameykasında oturmuşdun. Araz müəllim səni oyuna saldı, qolu vurdun, yenə meydanı tərk etdin. Yəni, komandaya bu qədər önəmli bir futbolcusun. Komanda səni dəyərləndirir və sənə böyük ehtiramla yanaşır. Sən isə Fener Bakunun olmazsa olmazsan. Futbola 5 yaşında başlamısan və artıq 11 yaşın olacaq. 6 ilə yaxın bir müddətli futbolla məşğul olsan. Kim səni təşviq etdi futbola? Kim sənə məsləhət gördü futbola başla, yoxsa öz istəyindir? Həm öz istəyim, amma birinci mən futbolu maraq eləyən atam olub. Atan futbolçu mu olub, yoxsa ki? Bəli, futbolçu olmuşdu, özü çox müddət futbol getmişdi. Burası özü zədələnmişdi və mən onun futbolun davamını mən gətirmək istəyirdim. Sən atanın varisisən, belə deyək, futbolda. Gələcək karyeranı harada davam etdirmək istəyirsən? Və Fener Bakuda başlamısan oyuna, ilk addımlarını. Azərbaycanda peşəkar karyeran olsa, hansı klubda oynamaq istəyirsən? Qarabağda. Simpatiyan mı var, yoxsa ki, sadəcə Qarabağın Avropada çıxışı və yaxud da Avropadakı gücüdən mi görəmi Qarabağı deyirsən? Xeyr. Simpatiyan var, sevgin var Qarabağa. Avropaya səni transfer etmək istəsələr və yaxud da ki, sənə Avropadan təklif gəlsə, bir neçə təklif gəlsə və sevdiyin klub təklif etsə, hansı klubu seçərsən? Real Madrid. Real Madrid'i sevdiyini deyirsən. Səbəb varmı, hər hansı bir səbəb, arqument varmı Real Madrid sevmək səbəbin? Yoxsa sadəcə Real Madrid azərkeşsin? Bəli, Real Madrid azərkeşsin. Messi yoxsa Ronaldo? Ronaldo. Ona görə olarmı sevgi Real Madrid? Bu sualın cavabını almaq istedim sən. Bir oyunda mən şərh etdiyim bir oyun var idi. 3-2 qələbə qazandınız, 3 gol vurdum. Bir oyunda yoxdan 4 gol vermişdim, bir asist eləmişdim. Yox, bir 3-2 qələbə qazandığım bir oyun vardı, 3 gol vurmuşdum. Hə, Bəli, birini kün zərbəsindən vurmuşdum, dəqiq xatırlayıram. bəli. Bu mənim yadda qalan, sənin üçün yadda qalan performansın. Elə bir oyun varmı ki, performansın o həyatda özün özünə aşıq olasan, yəni möhtəşəm bir performans deyirsən. Elə bir oyun varmı ki? Bəli. Hansı oyunda? O Box Market'də oynadığım oyundu. Birinci Box Market'də oynamışdım. Neçə gol vurmuşdun? Orada 2 gol, biri sentrdən, birində iştirafdan. Yəni hər ikisini cərimə meydan mərkəzindən başladılar və sən topu tora göndərdin. Bir də cərimə zərbəsi təbii ki, sənin üçün solxa bir futbolçu üçün cərimə zərbələrinin fərqi yoxdur. İstədiyi nöqtədən qapını nişan ola bilir. Solxa futbolçular, sol ayaqları çox təhlükəlidir və də sən də solxaysan. İdeal bildiyin futbolçu Ronaldo deyirsən. Amma Ronaldo sol deyil, sağ ayağı ilə işte. Sağ ayağınla mı gözəl qollar vurmursan mı indiyənə qədər? Sağ ayağımla yox. Sağ ayağıma işte bilmem. Sadəcə pas verə bilirəm. Sadəcə pas olaraq və dayaq ayağı olaraq istifadə edirsən. Gələcək karyeranda Azərbaycan millisində çıxış etmək istəyirsənmi? Bəli. Çox gözəl. Hansı komanda yoldaşınla sərbəst bir viza anlaya bilirsən? Sənə rahatdır ki, ondan mübarizə aparanda, ondan ötürmə edəndə, hücuma çıxanda və yaxud da sən hücumda olarkən o sənə yaxşı ötürmə edir. Hansı komanda yoldaşındır o? Suat. Şəhzadə. Bəli. Hansı komanda yoldaşın meydanda mübarizə aparmayanda, mübarizə aparmayanda sənə çətin olur? Komandada boşluq yaranır. Yəni komandaya böyük dəstək olan, komandanın onurğası sayılan oyunçulardan biri də sənsən. Hansı futbolçu səninlə bərabər meydanda mübarizə aparmayanda sən çətinlik çəkirsən? Kimdir o? Suat. Elə Şəhzadə deyirsən. Sən qol vurursan, sən rəqib qapısını cəzalandırırsan. Yaxşı, sizin qapıçınız cəzalandırılanda necə təsir edir sənə? Sən daxil rəqibləri cəzalandırırsan. O hiss necə bir hiss? Çox pis.
Sən də rəqiblərini belə üzürsən. Və təbii bir şirin zarafat idi. Ümid edirəm ki, qollarını sıralayarsan. Sevdiyin bir ayaqqabı varmı? Həmin ayaqqabı ilə oyuna çıxanda uğurlu ayaqqabı deyirsən ona. Yəni krampon deyirsən və çıxırsan ondan çoxlu qollar vurursan. Varmı? Məxsus ağır oyunlarda, yəni çətin oyunlarda o həmin ayaqqabını çıxırsan, yoxsa ümumi bütün oyunlara eyni ayaqqabı ilə çıxırsan? Yəni kramponla çıxırsan. Yox, elə bütün oyunlarda həmin o. Sevimlidir sənin üçün. O cür olsa, onu hətta tikib giyinərəm, amma yenə qollarını sıralayaram. Sevdiyin yemək varmı? Bəli. Hansı yeməkdir? Yarpaq dolması. Sevdiyin meyvə? Qarpız. Sevdiyin əşya? Əşya. Top. Bir futbolçu olaraq normaldır sənin top yeməyin. Mən sənə çoxlu, sonsuz sayda top, heç bitməyəcəyə qədər dolma və heç bitməyəcəyə qədər qarpız versəm. Hər üçü heç bitməyəcəyə qədər versəm. Futbolu bıraxarsan mı? Niyə düşündün? Bir anlıq yarpaq dolmasına mı düşündün, yoxsa topa heç birinə görə? Bəli. Araz müəllimin baş məşqçiliyi altında siz sənin məşqləri keçirsən. Hansı taktiki gedişin Araz müəllimin sənin üçün uyğundur və sevirsən həmin verdiyi məşqi icra edəndə çox sevinirsən? Hansı məşqlər? Şutlar, zərbə. Ancaq qapıya zərbə. Sənin gün zərbələrindən möhtəşəm qolların var. Şahidi olmuşam ki, bir cinahdan düz qapının 9-luğuna tərəf imza ilə göndərmişsən. Yunus İsmail. Yazmışsan topun üstünə və qapıya göndərmişsən. Bu zərbələr üstündə çox mu çalışırsan? Bəli. Gələcəkdə oynamaq istədiyin klub Real Madrid dedim. Hal-hazırda Real Madridin heyətində hansı futbolçusunu bəyənirsən? Arda Güler. O da solakaydı. Ona görə və istedadı var. Bəli. Bir sual vermək istəyirəm. Atavı çox sevdiyini hiss edirəm. Və nənəvin də sənin üstündə böyük misilsiz əziyyətləri var futbolda. Nənən və atan və ananın sevdikləri səndən xahiş etsələr ki, futbol oynama bir daha. Cavabın nə olar? Oynamaram. Səmimi cavabıdır, həqiqətən də biraz major notlara boğdu məni. Ən sevdiyin işi, sevdikləri düşünmədən qurban verirsin. Təbii ki, ona da böyük bir ürək lazımdır. Təbii ki, heç bir vaxt belə bir şey ola bilməz. Çünki sənin üstündə atavan və nənəvin misilsiz əziyyətləri var. Təbii bir sual idi bu. Düşündüm ki, sən bu suala düşünüb cavab verəcəksən və yaxud da yox deyəcəksən, amma sən hə dedin. Bu da sənin necə böyük bir qəlbin olduğunu deyir. Təbii bu ürəklə gələn səmimi cavabı mən olduğu kimi qəbul edirəm. Və sənə əhsən deyirəm. Çox rahat cavablar aldım. Çox sakit xarakterin var. Amma meydanda heç də sakit deyilsin. Yəni rəqiblərini şahlanmatı etdiyi kimi edirsən. Futboldan başqa hansı idman növü ilə məşğul olmaq istəyərdin? Futbolla bərabər və yaxud da ki, həmin işi görmək istəyərdin. Məsəl üçün, yaxşı bir rəssam, hər hansı bir alət, onda ifa etmək. Yəni, futbolla bərabər. Üççülük. Məşğul olursan mı? Xeyr. Olmaq istəyərsin. Yəqin Yunus İsmailin atası bunu eşidəcək və Yunus İsmaila səsinə səs verəcək. Yunus İsmail, səni ilk növbədə mən səmimi cavablara görə təbrik edirəm və sənə təşəkkür edirəm ki, mənlə səmimi söhbət etdin. Bu mənə çox xoş oldu. Sənlə eyni masada həm söhbət olduq və sənin oyunlarını şərh etmişəm. Ümid edirəm ki, gələcək karyeram bol qollu olacaq və sən sözün əsl mənasında bir qol maşını olaraq tarixi keçəcəksən və sənin vurduğun qolların birini şərh etdiyim kimi. Elə bir nöqtədən topu qapıya göndərilir ki, orada nə top vardı, nə qapı, amma top qapıya daxil olur. Yəni, ağla gəlməz yerdən qolların bol olmasını istəyirəm. Ümid edirəm, bir neçə il keçəcək, sən Azərbaycan yığmasında fəxri üzv kimi, kapitan kimi və Azərbaycan futbolunun bir incisi kimi barca aparacaqsan. Mən bu sənə çətin yolda, bu məşəqqətli yolda uğur arzu edirəm və inanıram ki, sən bu nailiyyətləri əldə edəcəksən, sevdiklərinin başına ucad edəcəksən və mən
bir neçə ildən sonra sənə deyəcəm ki, mən Yunus İsmaildən reportaj almışam və onunla şəhid etmişəm. Minnətdaram. Təşəkkür edirəm. Uğurların bol olsun.